4. 1, 2, 3'de. Buyur. Abi sen ne kadar şalvar ala bilərəm. Çok iyi. Hacım. Mən sözüm bu saxta dərmanları xəstələrimə yazmağa razıyam. Sən də and içdirən ki, bu idarə var, içəri girir sənət göstərən. Nədir onun adı? Korrupsiya. Ay sağ ol. O idarə gəlib səni tutsa, mənə satan döysən. And iç. Mən sən ki, şirinəm, kiməm, şərəfimə and olsun ki, mən səni satan döyəm, buyur. Şərəfi and olsun? Hə. Sən keçin də və şərəfi and düşdün, mənə öldürürdülər, çok iyi. Buyur. Bəri dur. Səni satan. Ay sağ ol, ben inandım, indi inandım sen. Satacağım sen xəstələr və dərmanları. Gel, zəng gəlir. Buyur. Yoksun değil mi? Ne oluyor? Alo. Değerli kardeş buyurun. Uzman Gılman Hoca ginekolojiliği eşidir sizi. Gel. Ne kardeş diyor bacı değil. Ay bacı sesin elə bir balaca belə şiliyi bir. Gel bağışlayınız istem ne olur? Hamilə süz. Uşaq təpi yatır. Ay bacı sizin öydə televizor var. O televizorin biraz kodunu alın da. Ola bilsin uşağın başı ses götürmür. Ona göre vurur ki biraz onun kodunu alın. Dəli, ondandır, dəli. Bacı, mən sizə indi dərman deyəcəm. O dərmanı mütləq alın, verin uşağa. Dəli. Çok sizin o dərmandan adı nədir? All-in-one çarəzol. All-in-one çarəzol. Ay bacı, apteklərdə var, dəli, all-in-one çarəzol. Dəli, mütləq, qoşa atın, kişiyə də verin. Oldu, çok sağ olun. Köçük yazdın, siftə elədim, xeyir olsun. Semişkanı götürdüm halallığını. Getdir, köçük getdir, gel. Sən nə qədər pulu var burada. Amma Şirin, and verirəm səni əzizlərimin canına öz oramızda qalsın. Sən məni tanımırsan, qurban birinci dəfədir bəyəm. Bir daha ürəyim partlar görün nə olur? Görmə deyirəm. Mən dərman istehsal edirəm. İstəyirəm ki, səndən bir iş birliyi quraq. Bax, sənin yanına xəstələr ki, gələcək reseptlə. Ki, qardaş, bu dərmandan ver. Sən də deyirsən ki, bu dərmandan yoxdur, amma bunu əvəz eləyəm. Ondan da yaxşı, keyfiyyətli dərmanlarımız var. İndi müəyyən faiz məsələsində danışacaq səndən. Buradan həm sən qazan, həm də qardaşın qazansın da. Faiz? Sən nə danışsan, Şami? Ayıbdır, cəmaat gülərək məni, hala. Mən saxta dərman satanam, hala. Şami, sən mənə saysan, vurum mən səni. Vurum, aksiya gəzəsən, həkimə də gedəmə utanasan, vurum. Ayıbdır, mən belə şeylərə qaçma, hala. Şirin, özünü mənə tanıtdırma, sən, oturub burada artistlik eləyir. Sən öləsən, o uşaq evindən uşaq yeməklərini uğrayıb satdığım var, onu video çəkmişəm, o Pradon dalına yığırsan, onu yayaram internetdə, bir yavru olarsan. Başa düşdün? Yaxşı da, Şamidən əsəbləşirsən, Sən bilirsən, heç mən səni dərmanla qəbul eləmirəm, satmışam. Niyə qəbul eləmirsən? Çünki mən sənə incimişəm, Şami. Niyə inciyibsən axı mənə, durduğun yerdə niyə inciyəsən? Bax, Şami, bu 3 ayda televizorda reklamlar gedir, turpaketlər. Antalya, Yeşuntiki. Düş gedib o biletlərdən birini alıb gedib dincəlmirsən, Şami. Get dincəl də, bir dənə özünə bax güzgüdə, yorğun görsənirsən. Qocalmısan elə bir. Ödü tutar, artist deyirəm, özünü mənə tanıtdırma. Çox istəyirəm də səndən. Çox istəyir məni. Sən o vaxt ki şirinsən, özünü mənə tanıtdırma. Şami, yaxşıdan dedin. Konkret olaraq, de görüm, mənim dərmanlarımı götürsən ya yox? Götürürəm, o söhbəti bağladı. Amma xahiş edirəm, bir dənə o biletdən al, get dincəl, Şamidən. Sənə görürəm. Başkalama damarımı, kurban gətir davamımı, qaralda Bacı, qurban olum, salam. Qılman doktorun yanına gəlmişəm, xəstəyəm, qurban olum. Səfi qılman doktor mənəm də. Belə de də, başı aşağı eləmişəm, bığın görsənmir. Elə bildim, köməkçin də bu yanında sekretarlar olur. Nədir o, bugün gəlmişəm, nədir o? Eşdirsən, qılman doktor. Bugün səndən açıq söhbət eləyəcəm. Ola bilsin, biraz da aranı açdım səndən. Bir də ola bilsin, xırda yüngülvari hörmətliyi elədin də sən, başa düşdün. Yaxşı, buyur. Deməli, qılman doktor, mən evlənməyə hazırlaşıram da. Bu qaynanam da dirəşib ki, get analiz ver, gəl görüm sən nətərdin, ağarsan, neyinirsən, başa düşdün. Ona görə gəlmişəm, analiz verim. Analiz? Analiz görüm də sonra problem də çıxmasın. Evlənmək üçün analiz lazımdır. Lazımdır. Ay, atomdan şey, bu evlənməyin də laf belə zadın zibilin çıxardıblar. Analizdə, heç nə, get analiz ver də, mən yaman öyle. Ya, oradan şüşə pulkasından zaten verməm. Gəlin görüm, pulka olmalıydı. Ay, səfinə pulka, buyur. Nətər nağarim, neyiniyim ben, nətər? Heç nə, nağarə sana yazıq. Gedərsən analiz verməyə, o deyəcək 50 ver, çıxarsan bu deyəcək 30 ver, o birisi deyəcək 15 ver. Ondan sonra mənə hörmət elə, bir 20 manat hörmət elə. Mən sənin üçün yazım ki, sən sağlamsan da. Yox, eşitirsən, mən hörmət zad eləyən adam deyiləm, başa düşdün. Xasiyyətimi bilirəm də, mən gəlmişəmsə, bu analizi verməliyəm, başqa söhbət. Heç nə, get analiz ver, götür, dip, sən get. Bunu? Get. Get. Saydına yandı da o güllər. Salam.
Ay Şəmi, mən başa düşə bilmirəm. Biz görüş yerimizi niyə İrşad Elektroniksə salmışıq ki? Xoşum, bu dərman biznesi elə bir şeydir ki, gərək tez-tez yer dəyişmə eləyəsən də başa düşdüm ki, zəhəmmatın ağlında qalmasın. Həm də ki, gəldim görüm bu kreditə telefondan zaten nə götürürəm özümə ki, Nə? Kreditə? Hə. Ay işimizin yaxşı gedən vaxtı nə kreditə kişi? Nağdı ver götürdün ha? O, deyən qılman yola gəlir. Ay, Şəmi, qılmana 300-ü verən kimi, ay 300-ü bir cibinə, 700-ü bu biri cibinə basan kimi, indi məni elə öpür, elə bil ki, ay rotdomdan levi uşaq çıxardır, batsanlar. Ay, söz, o ananın sana verdiyi o süt halal olsun, halal olsun. Gətir görüm o yağlı üzünü. Oğulsan, söz ki, oğul. Ay, bu dərman biznesi bilsən, nə yaxşı biznesi. Darıxma kurban olun, darıxma bir dənə yer elə buna, yer elə. Gəldim, Yer elə, gəldim. yer elə. Gel. Hə. Oyna, oyna. Açın. Sana demişdim əvvəldə ki, transfer məsəli olacaqsa kurban olun. Fəlakət. Gör nə deyirəm, mən bu resept yazmağa kağızım qutarıb. Hə. Hələlik sən dərdi bu şey yazıram, salfetkaya. Bu magiya. Bu magiya, yaxşı. Yazıya problem yoxdur. Amma onun o siyahlı sollu, moruqlu sollu, onlar qəşəngdə iyi, ona yaz. Səfi yoxdur da, o biraz bahatdır, hə. Hadi yaxşı, sağ ol. Gör nə deyirəm, mən Kirilcə oxumuşam deyə, Hə. Latınca yazam biləm. İndi orada bir başqa Latınca Hə, ikisini də bilirəm. Yaz Kirilcə, Latınca, ma fərqi yoxdur. Hə, yazıram. Gözləyirəm də. Yazıram. Yazırsan? Hə. Gözləyirəm, yaz. Eşidirsən, yazırsan? Hə. Bəlkə bir anekdot danışım ona kimi sən yazsan. Hə, danış. Deməli qılmaz. Bir gün bir dənə kasıb kişi olur, yazıqsa başa yazır. Çox kasıb olur da, gedir sement daşıyır, nə bilim, su daşıyır qonşulara da, kəhpik qazanır da, kəhpik. Bunun da bir oğlu olur. Qabağına məsəl qoyur ki, bunu oxutturacam, xeyri yoxdur. Bunu mən oxutturacam.